Silisyum. Silisyum. Silisyum üçüncü dövr, dördüncü A yarım qrup elementidir. Necə? Bunun sıra nömrəsi 14-dür də silisyumun. Sıra nömrəsi 14-dür. Silisyum 14. Yazanda yazsam mı? 1 üstü 2, 2 üstü 2, 2 üstü 6, 3 üstü 2, 3 üstü 2. Şu. Bax, toplayanda 14 elədi. Son iki dənəsinə baxırsan. Üçüncü dövr, dördüncü qrup. Valent elektronlar nə qədər olacaq? Qrupun nömrəsi bərabər 4 dənə. Cütləşməmiş elektronları S-in otağında, orbitalında belə olur. P-nin orbitalında da belə olur. Görsən? Yəni 2 dənədir. Cütləşməmi 2 dənədir. Bəs yaxşı, bunlarda təbiətdə tapılması necədir? Təbiətdə tapılması, yadda saxla, silisyum yalnız birləşmələr şəklində olur. Yalnız birləşmələr şəklində. O da, məsələn, Joneslardan deyil də ona görə. Joneslar idi həm təbii, həm birləşmə. Jonesdan deyil. Ona görə yalnız birləşmələr olur. Ən çox rast gəlinən birləşməsi silisyum oksidli kvars qumu da deyirlər buna. Bir də ağgil şəklində, kaolinit də deyirlər, onun şəklində tapılır. Necə yazılır? Alüminium oksid vurulsun, silisyum oksid vurulsun su. Bax bu şəkildə. Buna deyirlər ağgil. Bir də bu şəkildə tapılır ən çox. Fiziki xassəsi nədir? Bərk halda 2 dənə allotropik şəkil dəyişməsi olur. Kristallik silisyum, kristallik, kristal deyirlər. Bir də amorf silisyum. İki cürdür. Kristal silisyum metal parlatılı olur. Kristal kimi orada çətinəriyən çox bərk olur. Yarım keçirici olur. Biraz bir növ kristal almaza oxşuyur da sanki. Bax o şəkildə olur. Amorfsa tam əksi olur. Alınması sənayedə alınmasından gəl başlayaq. Sənayedə silisyum əsasən qumdan kömürlə reduksiya eləməklə almaq olur bunu. Silisyum oksidin üzərinə karbon gəlirsən, alır silisyum üzərinə gəlsən, karbon monoksid. Bax bu şəkildə ala bilərsən. Yəni ki, bir sözlə silisyuma qumdan kömürlə reduksiya etməklə almaq olar bunu. Buradan da xam mallar qarşı əsasən başlayır yüksək temperaturda qızdırılır. Qızdırılan zaman silisyumu alırıq. Bir də həmişə bax buradan alınan silisyum var. Bunlar karbonun artığı ilə reaksiyaya girir. Buradan alınır silisyum karbid. Yəni buna karboront da deyirlər. Karbonat qarışır deyirlər, qarışqa deyirlər. Belə alınır həm də. Bunu bəs laboratoriyada necə almaq lazımdır? Laboratoriyada alanda da silisyum oksidin üzərinə maqnezium bir də alüminiumdan gəlməklə ala bilərik. Alınacaq maqnezium oksid üzərinə gəlsin silisyum. Sanki silisyum burada almalısansa, sadəcə silisyum lazımdır. Silisyumu çıxart, yerdə nə qalır? Alüminium oksid. Всё. Buradan silisyum çıxart, nə qalır? Maqnezium oksid. Yazdıq. Bəs kimya xassəsi nədir? Kimya xassəsi bəsit maddələrlə reaksiyaya girir. Necə girir? Qeyri-metallarla reaksiyaya girir. Adi şəraitdə flor, qızdırılanda da nə qədər qeyri-metal varsa onlarla girə bilir. Məsələn, hidrogenlə birbaşa reaksiyası yoxdur. Silisyumun üzərinə flor. Nə dedim? Dedim ki, florla necə girir? Adi şəraitdə nə olacaq? Silisyum flor 4. Bəs dedim, məsələn, yerdə qalanlar silisyum üzərinə gəlsin oksigen. Dedimmi, flor yalnız adidir. Yerdə qalanlar temperaturla mütləq oxun üzərində temperatur olmalıdır. Alınacaq silisyum oksidi. Silisyum üzərinə gəlsin xlor. Nədir? Dedim ki, yalnız bununla adidir. Yerdə qalanlarla necə getməlidir? Temperaturla. Nə alınacaqdır? Silisyum xlor 4. Silisyum üzərinə gəlinsin kükürt. Nə alınacaq buradan? Silisyum S2. Всё. Niyə? Özü temperaturla gedəcəkdir. Çünki digərlərindəndir. Silisyum üzərinə gəlsin karbon. Nə dedim? Florla yalnız adidir. Yerdə qalanlarla temperatur. Silisyum karbon, yəni silisyum karbid və ya karboront da deyirlər buna. Və gəldim metallarla reaksiyasına ikinci. Metallarla necə reaksiyaya daxil olur? Metallarla girəndə silisyum qızdırılanda ümumiyyətlə əksər metallarla reaksiyaya girir, silisid yaradır. Silisid. Və bu alınması da Bəli, silisyum. bəli. Bu alınması deyil, bu kimya xassələrdir. Alınmasını dedik, keçdik, getdik. Artıq indi metallarla reaksiyasındayıq. Yəni kimya xassəsindəyik. Yəni Metal hər ikisi həm sənayedə, həm laboratoriyada onu dediniz, yoxsa tək sənayedə yadımdan Mən çıxdı. sənaye ilə laboratoriyanı qurtarmışam. Birinci sənaye dedim, maqneziumla alüminium dedim laboratoriyada alınır. İndi keçmişəm kimya xassəsinə. Kimya xassədə dedim ki, qeyri-metallarla alınır, həm də metallarla alınır. İndi metallardayıq. Metalların silisyumla reaksiyasında, məsələn, maqnezium üzərinə gəlsə silisyum verə bilər. Məsələn, görsən bu nədir? Metaldır. Metalın üzərinə silisyum gəldi. Nə etməlidir? Buradan dedim silisid yaratmalıdır. Yəni silisyumla birləşmə yaratmalıdır. Alınacaq maqnezium, silisyum, burada 1-2 valentli deyə. O 4 valentli deyə. Olacaq nə? Maqnezium silisid. Məsələn, kalsium üzərinə gəlsin silisyum. Nə alınacaqdır? Kalsium 2 silisyum. Nə? Kalsium silisid. Bəs yaxşı, mürəkkəb maddələrlə reaksiyası varmı? Var. Adi şəraitdə
su, turşular. Necə? Silisiumun üzərinə sən H2O yazıb adi işarət yazsan getməz. Silisiumun üzərinə bir dənə turşu yazsan getməz. Yəni bir sözlə silisium adi işarətdə su və turşularla reaksiyaya girməz. Silisium bəs nə ilə reaksiyaya girər? Silisium bir dənə flor turşusundan girir. H florla. Alınır buradan silisium flor 4, üzərinə gəlsin H2. Bax bir dənə bundan gedir. Bəs yaxşı, silisium başqa nə ilə girir? Qələvi ilə falan girir. Bax, silisium qələvlərin ərintilərinə şərtimiz budur ki, silisium qələvlərlə və məhlullarla gedər reaksiya. Məsələn, silisium üzərinə gəlsin natrium OH. Nə alacaqdır buradan? Tez baxıram, nə çıxarda bilərəm? Hidrogen. Hidrogeni çıxartdım. Yerdə nə qaldı? Natrium 2, silisium O4, natrium ortosilikat, yəni natrium 2, silisium O4. Özü də temperaturla, adi temperaturla reaksiyaya girir. Bir də ərintiləri, yəni ərintisi nədir? Məsələn, silisium məhlulu nədir? Silisium üzərinə gəlsin natrium OH, üzərinə gəlsin H2O. Yəni bir dənə də nə? Bir dənə də məhlula salaram bunu. Alınır nə? Natrium metasilikat və yaxud orta silikat idi. Məhlulla olan kimi alınır metasilikat. Yəni natrium 2 silisium O3 üzərinə gəlsin H2. Всё. Metasilikatla da belə alınır. Suyu gördünsə metasilikat alınacaq. Susuz olanda isə buradan alınacaq natrium ortosilikat. İndi gəldim silisiumun birləşmələrinə. Silisium birləşmələrinə silan var. Silisium H4 yazılır. Silan nədir? Silan pis iyilidir, zəhərlidir. Bu silisium hidrogenlə reaksiyaya girmir. Yəni silan da birbaşa bəsit maddələrdən birbaşa sintez oluna bilməz. Bax, məsələn, kalsium 2 silisium. Üzərinə gəlsin H2. Belə yazsa, nə alınır buradan? Bax, baxıram ki, silisium H, bu kalsium 2, baba, silisium H4-ün silanın alınmasını yazıranda, bu silisiumdan bu hidrogeni götürə bilərəm. Silisium H4 alınır, silan. Və kalsiumla da OH-ı götürə bilərəm. Onlar nə? Kalsium OH2. Всё. Sonra, məsələn, verə bilər kalsium 2 silisium üzərinə gəlsin H flor. Nə alınır? Bax, yenə silisiumdan hidrogeni götürə bilərəm. Alınır silisium H4, yəni silit. Silan. Üzərinə gəlsin kalsiumdan xlor gələ bilər. Alınır kalsium xlorid. Silisiumdan həmişə hidrogeni qopart, yerdə qalanları da bir yerdə yığ. Gəldik silanın bəs öz-özünə alovlanma reaksiyası necə? Silan havada öz-özünə alovlana bilir. Necə? Silisium H4 silanın yazılışı. Üzərinə gəlsin oksigen havada. Nə alacaq buradan? Silisium oksid üzərinə gəlsin H2O. Всё. Bu da oldu sənin reaksiyan. Aydındır bunlar da. Silan reaksiyaları. Silan nələrlə reaksiyaya girdi? Silan H xlorla girdi, su ilə girdi, oksigenlə girdi, yazdıq. Bəs yaxşı, digər bunun birləşmələrindən nə var? Digər silisium birləşmələrindən silisium dioksid var. Silisium dioksid, silisium, bir də O2 yazılır. Silisium O2 kimi. Silisium O2 Yəni rəhsizdir. Sinan bəs hansılarla girmədi? Bax, yenə dedim. Silan dedim ki, pis iyilidir, zəhərlidir, hidrogenlə reaksiyaya girməz. Yəni bəsit maddələrlə birbaşa sintez oluna bilmir. Aydındır? Yəni xlor, H2, Bəli, ki bunlar bəsitlərlə girməz birbaşa, bəli. Silisium dioksid rəhsiz, suda həll olmayan, adi şəraitdə bərk halda olan maddədir və atom kristal qəfəsi yaradır. Silisium oksid nə ilə? Turşu oksididir. Turşu oksidi nə ilə reaksiyaya girirdisə, bunun üçün də həmin şeylər xarakterikdir. Silisium oksidin üzərində məsələn kalsium oksid, turşu oksidindən nədir? Əsasi oksiddir. Nə yaranacaqdır? Kalsium, silisium oksid, duz. Sonra məsələn sink oksid, amfoter oksid. Sink oksid üzərinə gəlsə silisium oksid, turşu oksid nə yaranar? Sink, silisium oksid. Yenə duz. Всё. Gördün? Yəni eyni reaksiyalarımızın təkrarıdır. Silisium oksid üzərinə gəlsin su nə alınır? burada mənim elə bir ki, silisium Bayaq oksid dedik ki, gəlsin. getmir. Getmir. Silisium oksid su ilə getmirdi. Bayaq dedim. Yaxşı. Bəs sənə versəm ki, bax, natrium karbonat. Üzərinə gəlsin silisium oksid. Nə alınır? Bu nədir? Təyin elə. Duz. Bu nədir? Turşu. Turşu oksidi. Duzla turşu oksidinin reaksiyası var idi. Şərti nə idi? Burada mənim deməli ət qaydası idi də bu. Xeyr. Ət qaydası nədir? Şərti də nə? Bir dəqiqə. Duzların.
Burada müəllimə deməli natrium oksid üstələnsin silisium ciodu. Necə? Natrium oksid? Xeyr, şərti denən görüm. Duzla turşunun şərti nə idi? Duzlar və turşular dərsinin təkrarıdır. Oksidlər dərsinin. Oksid əsas turşu duz dərsindən. Şərtimiz nə idi? Duzla turşu girmir. Şərtimizi denən. Şərtimiz duz idi, turşuydu. Sən oksid əsas turşu duzu yaddan çıxartmısan, ha? Fərqindəsənsə, oksid əsas turşu duzla neçənci sualda verirəm, sən bilmirsən. Oksid əsas turşu duz dərsindən mən neçə vaxtdır sənə suallar verirəm, bilmirsən heç birini. İndi bu günə oksidlə əsasların testlərini bu gün gecə saat 2-yə qədər mənə yazıb atasın. Oksidlə əsasların dərsini. Всё. İzahlarını da atacağım. İzahlara da baxarsan, oturur testlərini saat 2-də, rovno 2:00-da mənə atılmalıdır. Sən çünki bilmirsən. Bunlar neçə dəfədir? Mən səndən soruşuram, sən bilmirsən. Gəldik. Natrium karbonat üzərinə gəlsin silisium oksid. Nədir bu? Duzla turşu oksidi. Şərti o idi ki, duzun tərkibində olan oksid, turşu qalığının oksidi, bundan güclü olmalıdır. Mən baxıram ki, bunun tərkibində olan H2SO3-dür. Bu da silisium O2-dir. Reaksiya gedərmi? Gedər. Nə yaranar? Bu o dəqiqə. Bax, daha doğrusu mən nə dedim? Dedim, bunun tərkibində olan zəif olmalıdır, zəif. Mən demişəm ki, bax bu sərbəst halda olan bundan güclü olmalıdır. Sərbəst halda olan. Sərbəst halda olan sizin pişik sonaya cumdu deyirdimi? Cumdu. Baş hərflərini deyirdimi? Götür. Sizin pişik sonaya cumdu. Sonaya cumdu. Belə deyirdim, götür. Hər birində yanına bir oksigen at. Bunlar bunun oksidlərin aktivlik sırası idi. Silisium nədən güclüdür? Karbon var, görsən karbon qursundan güclüdür. Bundan güclüdür. Bax, çünki əvvəldə gəlibdir. Neyinir? Gəlir bunu döyür, keçir bunun yerinə. Olur nə? Natrium 2, silisium O3 üzərinə gəlsin CO2. Qurtardı. Bu da olur reaksiya. Yadına düşdü bu. Yadıma düşdü. İndi gəldim metasilikat turşusuna. H2 silisium O3-ə. Metasilkata. Silisium O2 ümumiyyətlə suda həll olmadığından metasilikat turşusu suda həll olan duzlarına, turşularına təsir etməklə alınır. Bu suda həll olmur deyə duzlarına təsir etməklə alına bilər. Yəni məsələn, kalium silikat üzərinə gəlsin H klor. Görsən duzuna turşu ilə həll elədim. Nə alınır buradan? Kaliumla, bax bu H klordur. Kaliumla xlor birləşir. Olur kalium xlor. Üzərinə gəlsin H2 silisium O3. Всё. Sonra verə bilərəm sənə silisiumun halogenli birləşmələrini. Məsələn, silisium xlor 4 üzərinə gəlsin H2O. Nə alınır buradan? Bax, H ilə xlor tez birləşəcək, bir-birini cəlb edir. Müsbət, mənfi cəlb edir H xlor, yerdə nə qaldı? Silisium oksid. H-ın birini çıxartdıq da H2 silisium O3. H-ın biri qalmışdı, axı birini aparmışdım H xlor, bir dənə də burada qalmışdı H2 silisium O3. Yaxşı, bir dənə verirəm. Məsələn, H2 silisium O3 üzərinə gəlsin natrium OH. Nədir? Bax, bu nədir? H2 silisium O3. Turşu. Bu nədir? Əsas. Nə alacaqdır burada? Duzla su. Hansı duz? Natrium 2 silisium. O3, H2O. Qurtardı. Görsən, təkrardır. Gəldi indi nəyə? Metasilikat turşusu qızdırılanda parçalanarmı? Parçalanar. H2 silisium O3 parçalanacaqdır. Nəyə? Silisium oksidə və suya. Qurtardı. Bir də yadda saxla ki, natrium silikat, bir də kalium silikat suda həll olandır. Natrium silikat, bir də kalium silikat. Suda həll olur. Bunlara həll olan şüşə deyirlər. Yəni suda məhlullarına maye şüşə də deyirlər. Bunlar maye şüşə də adlanırlar. Qurtardı. Bu da oldu belə. Bəs yaxşı, tətbiq nədir? Tətbiqi nədir? Əsasən silisiumdan istiyə, turşuya davamlı poladların hazırlanmasında istifadə olunur. Cihazlarda yarımkeçirci kimi istifadə olunur silisiumdan. Bir də natrium silikatdır, kalium silikatdan əsasən o silikat yapışqanı adlanan belə suda məhlullar olur ki,
ondan yapışqan kimi, yəni istifadə olunur, ondan alınırlar. Bir də ki, əsasən oda davamlı parçalar var ya, onların alınmasına istifadə olunur bunlardan. Tətbiq sahələri həmin sahələrdir. Silikat sənayesində üç cür olur: keramika, şüşə istehsalı, sement istehsalı. Yəni bu üçündən istifadə olunur. Keramikada xam mal kimi gil istifadə olunur. Saxsı, çini qablar hazırlanır bundan. Şüşə istehsalında da xam mal kimi qumdur, məsələn karbonatlarıdır, nə bilim başqa qarışıqlardır. Bunlar tökürlər, bunlar şüşə istehsal eləyirlər. Yəni silikatlardan şüşə istehsalından da istifadə olunur. Sonra bir də sement istehsalında xam mal kimi əhəng daşı var ya, bayaq dedim ya, əhəng daşından istifadə olunur. Əhəng daşı necə yazılırdı? Kalsium karbonat kimi. Həmin o əhəng daşını əsasən gil, əhəng daşıdır, gildir, bunlardan istifadə olunur. Məhsul onlardan birbaşa sement alırlar. Yəni bu da bunun əsas xüsusiyyətlərindən biridir. Sement istehsalında istifadə olunur. Silikat sənayesi üç cür olur: keramika, şüşə istehsalı, sement istehsalı. Keramikanı da dedim, şüşə istehsalını da dedim, sement istehsalını da dedim. Bu da oldu bunun tətbiq sahəsi. Bu qədər. Başqa sualın qaldı? Tamam. Всё, dərsimiz bu qədər. Evə